Salam dəyərli şagirdlər və abituriyentlər, Dövlət İmtahan Mərkəzi test toplusu 2-ci hissədən davam edirik. Deməli, bugün ümumi şəxsli cümlələr və şəxssiz cümlələrə aid olan sualların izahına baxacağıq. Bu tipli testlərin tez-tez gəlməyini istəyirsinizsə, izahların tez gəlməyini istəyirsinizsə, dəstək olmaq üçün abunə olmağı, paylaşmağı unutmayın. İndi isə gəlin keçək testlərimizə. Deməli, uşaqlar, birinci sualda nə deyir? Cümlələrin birində ümumi şəxsli cümlədir. Ümumi şəxsli cümlə bilirik ki, mənası hökm etibarilə hər kəsə aiddir. Yəni bir tək sənə, mənə deyilən bir fikir deyil də, bir cümlə deyil. Orada mənası ümumi hər kəsi ehtiva eləyir. Demək, ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində olur xəbər. Belə, mübtəda da mütləq şəkildə olmamalıdır. Yəni, atalar sözü, hikmətli sözlərdən, aforizmlərdən dedik ki, ibarət olur adətən ümumi şəxsli cümlələr, amma bu o demək deyil ki, bütün atalar sözü, hikmətli sözlər ümumi şəxsli cümlələrdir. Harda mübtəda varsa, o artıq avtomatik olaraq müəyyən şəxsli cümlə olmuş olacaq. Deməli, A-da deyir ki, bu işdə bizə kömək etməyə söz veriblər onlar. Bu ümumi hər kəsə aid deyil də, yəni bu kim deyirsə ona aiddir mənası. Bu məsələyə görə səni işdən çıxarmazlar kim onlar. Hər atılan daşın dalınca getməzlər. Bax o ümumi hər kəsə aiddir ki, hər atılan daşın dalınca getməzlər. Cavabımız C variantıdır. İkisi də qan tərət batmış, yorulmuşdu kim ikisi. Ömrün hər anına bəziləri ciddi yanaşırlar. Kim bəziləri mübtədaları var, ona görə bunlar da getdi. Zaten mənalarda hər kəsi aid deyildir. Ümumi şəxsli cümlə deyildir. Hər birimiz gərək el adətlərinə ehtiramla yanaşaq. Kim? Hər birimiz. Nə mi? Mübtəda var, deməli nədir? Ümumi şəxsli cümlə deyil. Şübhəsiz ki, belələri ilə tez-tez rastlaşmalı olursan. Bu ümumi hər kəsə aiddir. İnsanlara öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən. Yalancı və xəbərçini gərək vaxtına susturasan, sənət seçəndə gərək tələsməyəsən. Bax, görürsən, bu mənalar hər kəsə aiddir. Yəni, sənət seçəndə gərək tələsməyəsən, mənə aid bir cümlə deyil ki, ümumi hər kəsə aid olan bir cümlədir. Və yaxud da ki, bu, yalancı və xəbərçini gərək vaxtına susturasan. Əslində, sıravi bir məntiqdən cümlənin məzmununun ümumi hər kəsə aid olub-olmadığını rahatlıqla seçə bilirsiniz. Ümumi şəxsli cümləni müəyyən edin deyir. Yatmış axundu yataqdan qaldırıb qapının ağzına gətirdilər. Kim? Onlar. Elə bil Qəmərin başına bir vedrə qaynar su tökdülər. Kim? Onlar. Yaxşı igidin adını eşit, üzünü görmə. Nəmi? Mənanı görsən hər kəsə aiddir. Bizi alqışlarla səhnəyə dəvət etdilər. Kim? Onlar. Bu xəbərdən Fəzilənin rəngi qaçdı. Bu da şəxsi cümlədir. Fəzilənin rəngi qaçmaq xəbər. Mübtəda da yoxdur, təsəvvür edilə bilmir. Demək, cavab oldu C variantı. Ümumi şəxsi cümləni müəyyən edin deyir. Bəziləri suala konkret cavab verməkdən yayınırlar. Kim? Bəziləri. Mübtəda var. İşi bacarana tapşırarsan ha. Burada nədir? Kim? Sən. Yəni o sənə deyir. Bəlkə mənə elə bir söz deyilmi ki, mənə hər kəs aid deyil ki. Asta gedən usta gedər. Kim? Asta gedən. Bax, ilk baxışdan atalar sözdür. Və sən deyirsən ki, mənə hər kəsə aiddir. Həqiqətən də asta gedən usta gedər. Mənə hər kəsə aiddir, amma mübtədası var, müəyyən şəxs cümlədir. İşin çətinindən yapışdıq kim biz? İndi hər yerdə igid döyüşçülər rast gəlirsən. Cavabımız oldu E variantı. Ümumi şəxsli sən rast gəlirsən demək olmaz da. Yəni buna deyirsən ki, müəllim sən. Sən də deyil, axı ümumi hər kəsə aiddir ki, bu hər yerdə igid döyüşçülərə rast gəlirsən. İki atı bir ağaca bağlamazlar. Bu şey də elə. Ümumi şəxs cümlədir. Şamxal ona güldən ağır söz demədi. Kim? Şamxal. Cəmaata dil verən sənsən. Demək, sənsən. Kim? Cəmaata dil verən. Mübtəda var. Dəli dağda ildırım şaqqıldayanda məni vahimə götürdü. Adi müəyyən şəxs cümlədir. Qumrunu yuxudan oyatdılar. Kim? Onlar. Ümumi şəxs cümlə müəyyən edin. Onu nahaq yerə gözdən salıblar. Kim? Onlar. Bilmirəm. Bizim gözümüz baxa-baxa cəmaatı soyurlar onlar. İçəri girəndə salam verərlər. Bu ümumi hər kəsə aiddir ki, yəni içəri girəndə salam verərlər. Belə bir deyimdir. Ağac bar verəndə başını aşağı əyər. Demək, ağac əyərdə elə deyil, mübtəda var. Nə zaman? Bar verəndə. Cəfərin üstündən sanki ağır bir yük götürdülər. Götürdülər nə? Yük. Kim? Onlar.
Bu yük tamamlıqda. Qeyri-müəyyən şəxsi cümlə. Hər ağac öz dibinə kölgə salar. Nə ağac mübtədası var. Yəni ümumi şəxsi cümləyə oxşuyur amma mübtəda var. Valideyn tənbihindən inciməzlər. Bu da ümumi hər kəsə aiddir. Bütün uşaqları ehtiva edən bir cümlədir. Hər oxuyan molla pənah olmaz. Kim oxuyan? Sabahki tamaşa yəqin ki gələrlər onlar. Yol boyu ağac əkdilər onlar. Müğənninin Məshədi Gəncəvi mükafatına müğənni layiq görüldü. Kim müğənni? Mübtəda var, eləmi? Avtomobilin səyi nəticəsində kollektivə əsl qiymət verildi. Demək, kollektivə əsl qiymət verildi. Adi müəyyən şəxs cümlədir. Dost dosta tən gərək, tən olmazsa kim? Dost, mübtəda var. Bu adi adlıq cümlədir. Yeyərsən qazetini, görərsən ləzzətini. Burada da ümumi şəxsi cümləmizdir. Şirvan gözəlliklər məskənidir. Şirvan mübtəda var. Demək, dərslikləri yenidən çap ediblər onlar. Dünyada zəngin muzeylər çoxdur. Nə muzeylər? Sözün doğrusunu zarafatla deyərlər, cavabımız oldu. D variantı çaylar xətidə şaxəli ağaclara bənzər. Nə çaylar? İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən. Burada məna hər kəsə aiddir, eləmi? Deyil, getdi. Hamı gərək el adətlərinə hörmətlə yanaşsın. Kim? Hamı mübtəda var, deməli ümumi şəxsi cümlə deyil. Həyata əyləncə gözü ilə baxmazlar. Sənət seçəndə gərək tələsməyəsən. Dostu dar günə tanıyarlar. Ümumi məna hər kəsə aiddir. Ümumi şəxsi cümləni müəyyən edin deyir. Ağrımayan başa dəsmal bağlamazlar. Demək, ağrımayan başa dəsmal bağlamazlar. Dəsmalı bağlamazlar. Bu çaşıb mübtəda götürmür, tamamlıqdır və ümumi məna hər kəsə aiddir. Uşaqlar əsirdirlər, mübtəda var. Eləmi? Sən aşağıda gözlə elə kim onlar. Suitiyə az təsadüf şəxsiz cümlədir. Hökümdarın hüzurundasan. Burada da şəxsiz cümlə. Şair burada xitabdır. Sonra kiçik bir daxmaya daxil oldular. Kim onlar? Özgə bostanına daş atmazlar. Məna hər kəsə aiddir. Cavabımız olacaq B variantı. Yazılmayan tarix heç kəsə məlum deyildir. Nə? Tarix. Hansı tarix yazılmır? Yazılmayan tarix birgə götürülmür uşaqlar. Səhv eləməyək. Alimlər də öz sözlərini dedilər. Kim alimlər? Yalan deməzdi. Kim? O. Mübtəda var. Çörək ver çörəkçiyə, birini də üstlərik. Bu nədir? Ümumi şəxsi cümləmizdir. Xəzər dənizi dünyanın ən gözəl gölüdür. Dünyanın gölüdür. Xəbər nə? Xəzər dənizi mübtədası var. Hamı qəlbimizdən qürur və fərəhlə danışırdı. Qələbəmizdən. Kim? Hamı. Qızım, əvvəlcə yeni layihələrlə tanış ol. Kim? Sən. Eləmi? Çoxları məsələnin mahiyyətini bilmədən fikir verir. Kim? Çoxları mübtədası var. Eyni zamanda hamıya aid olan işi bildirir. Ümumi şəxsi cümlə düzdür. Ümumi mənası ümumi hər kəsə aiddir. Sadə cümlənin şəxsə görə növlərindən biridir. Bəli, müəyyən şəxs, qeyri-müəyyən şəxsə şəxssiz. Xəbəri daha çox gələcək zamanda olan feillə ifadə olunur. Bəli, qeyri-qəti gələcək armaz var. İnciməzlər, görərlər, görməzlər. Bu tipli cümlələr görürük ki, çoxdur. Daha çox onunla ifadə olunur. İkinci və üçüncü şəxsin cəmində ikinci şəxsin təkində olur uşaqlar. Üçüncü şəxsin cəmində cavab oldu D variantı. Atalar sözü və hikmətli sözlərdən ibarət olub düzdür. Demək, tərkibində tamamlıq işlənə bilir. İşlənir də, niyə işlənməsin ki? Xəbəri yalnız üçüncü şəxsin cəmində olur, ikinci şəxsin təkində də olur dedik. Mübtəda olmayacaq, bir qayd olan feili xəbərli olur. Sonra atalar sözünə və aforizmdə əsasən belə cümlələr ifadə olunur. Hər qəbahəti üzə vurmazlar. Ümumi şəxsi cümlədir, değil mi? Evdə qonaq olanda uşağı acıqlanmazlar. Bu da ümumi şəxsi cümləmizdir. Günə-günə satmazlar. Gündüz getmədən yolu gecə getmə. Fənd edən yolda qalar. Kim? Fənd edən mübtədası var. Ömrümün payız çağı idi. Hamısı birlikdə xəbər, değil mi? Şəxsiz cümlə. Səni işdən çıxarmazlar. Kim? Onlar. Bu işdə, yəni bu məna hər kəsə aiddir. Bəlkə məni çıxardırlar, səni çıxartmazlar deyəndə hər kəsə aid deyil ki, işdən çıxartmazlar. Bu işdə bizə çox lazımsan, sən lazımsan, bəlkə mən lazım deyiləm. Uşaqlar qan tərə batmışlar. Kim? Uşaqlar. İnsana qarşı belə laqeyd olmazlar. Bu ümumi hər kəsə aid olan bir fikirdir. Demək, ümumi şəxsi cümlələr haqqında doğru fikirləri deyir, müəyyən edin. Feili xəbərli olur, düzdür. Mübtəda satılan sözlər və məsələlərdən ibarətdir. Bəli, mübtədasız düzdür. Eləmi?
Sonra xəbər üçün şəxsin təkində yox, üçün şəxsin cəmində olur. Söz cümlə şəklində olan ümumi şəxs cümlələrlə təsadüf edilir. Edilmir xəbər lazımdır. Hamıya aid olan iş və hərəkəti bildirir, düzdür. 1, 2, 5 cavabımız D variantı. Ümumi şəxsi cümlələri müəyyən edin. Mərdi qova-qova namərd etməzlər. Ümumi şəxsi cümlə deyilmi? Vura bilməyən daşın böyüyünü götürür. Kim vura bilmir? Mübtəda var. Hər deyilənə inanmazlar. Ümumi şəxsi cümlədir. Dünyanın dərdini çəkmək bircə ona qalmış. Nə? Dünyanın dərdini çəkmək mübtəda var. Əhməd bəyə Bakıdan məktub yazmışlar. Kim onlar? Demək nə olacaq cavab? 1 və 3. Sonra içəri şəhər dolaşanda sanki keçmişə qayıdırsan. Ümumi şəxsi cümlədir. Hər kəsə aid fikirdir. Qəsəbənin ortasında asfalt yolun yaxınlığında artizan quyusu var. Var nə? Artizan quyusu. Mübtəda var. Ağıllı düşmən axmaq dostdan yaxşıdır. Kim? Düşmən. Hansı düşmən ağıllı? Mübtəda var. Bal tutan barmaq yalar. Kim? Bal tutan. Mübtəda var. Bar verən ağacı kəsməzlər. Məna ümumi hər kəsə aiddir. 1 və 5 oldu cavabımız. Deməli uşaqlar, şəxsi cümlələrin izahını veririk. Abunə olmamışsa hələ də kanalımıza abunə olun. Videoları paylaşın, bəyənin ki, daha tez-tez bu tipli izahlarımız gəlsin. Deyir ki, biri ikinci dərəcəli üzvləri olmayan şəxsiz cümlədir. Və şəxsiz cümlələrimiz nədir uşaqlar? Xəbər yoxdur, daha doğrusu mübtəda yoxdur. Mübtədanı təsəvvür edə bilmirsən, yəni ora bərpa edə bilmirsən. Mən, sən, o, biz, siz və hər hansı bir şeydən mübtədanı ora bərpa edə bilmirsən. Bu da olur şəxsiz cümlə. İndi belələrinə az təsadüf edilir. Deməli, təsadüf edilir xəbər kimə belələrinə tam ikinci dərəcəli üzv var. İclasda bu işə baxılmadı. Nəyə? İşə. Hansı işə? Bu işə. Görünür, modal söz getməyin vaxtı idi. Hamısı bir də xəbər. Cavab C variantı olacaq, eləmi? İnsana yalan danışmaq yaraşmaz. Yaraşmaz nə? Yalan danışmaq. Bu heç ümumi şəxsi cümlə deyil. Hayküy edənlərdən xoşum gəlmir. Kimdən? Hayküy edənlərdən. Bu da oldu tamamlığı. Biri şəxsiz cümlədir deyir. Gəlin baxaq. Qəfildən Zümrüd müəllimənin qapısı döyüldü. Döyüldü nə? Qapısı. Eldar şamı yandırıb. Kim? Eldar. Güney atasının kömək. Kim? Günel. Eldar şamına yalnız Azərbaycanda təsadüf edilir. Bəli, şəxsiz cümləmizdir. Mübtəda yoxdur, təsəvvür də eləyə bilmirsən. Murovun zirvəsindəki buludlar. Dağılır nə? Buludlar. Mübtədası da buradadır. Elmin gücünə tərəqqi etmək həmişə mümkündür. Demək, mümkündür nə? Elmin gücünə tərəqqi etmək. Mübtəda var. Sonra aza da, çoxa da qane olarlar. Kim? Onlar. Qeyri-müəyyən şəxslidir. Çaya çatmamış çırmalanma. Bu ümumi şəxslidir. Sənə arxayın ola bilərəmmi? Kim? Mən. Müəyyən şəxslidir. Qəbələ mehmanxanasında bizə çox yaxşı xidmət göstərildi. Bu da oldu şəxssiz cümləmiz. Ağacları budamaq vaxtı idi. Ağacları budamaq vaxtı idi xəbər. Nəyi ağacları? Elə ümumi şəxsiz cümləmiz bu oldu. Bu işi sabaha saxlamayın siz. Müəyyən şəxslidir. Dağların zirvəsi mübtəda. Müzakirə mübtəda. Adam ayağına yorğana gözlədir. Kim? Adam mübtəda. Qara qıvrım saçları gözlərin parıltısını daha da artırırdı. Nə? Saçları. Mübtəda. Bir şeyə qərar verəndə gərək tələsməyənsən. Ümumi şəxsi cümlədir. Möhtərəm hakim artıq gecdir xəbər. Möhtərəm hakim də xitab. Demək cavabımız olacaq C variantı. Mübtəda yoxdur, təsəvvür edə bilmirsən. Bizə məktub göndərdilər onlar. Dəniz tərəfdən sərin meh əsirdi. Əsirdi nə? Meh. Mübtəda var. Sonra demək, şəxsiz cümlənin xəbəri üçüncü şəxsinin təkində olur uşaqlar. Cavabımız oldu B variantı. Şəxsiz cümləni müəyyən edin. Meşəyə boğuq bir gürültü yayıldı. Yayıldı nə? Gürültü. Onu ucqar bir kəndə Paşinyan göndərdilər. Kim? Onlar. Qeyri-müəyyən şəxsli. Ertəsi günü araba qoşdular. Kim? Onlar. Hər deyilən inanmazlar. Ümumi şəxsi cümlə. Sonra Əhmədin sənədlərinə daha çox diqqət yetirildi. Bu da oldu şəxsiz cümləmiz. Səhərin açılmağını gözlədik biz. Mübtəda. Müəyyən şəxsi cümlə. Adamı adam arasında pərt etməzlər. Ümumi şəxsi cümlədir. Məna hər kəsə aiddir. Sizinlə görüşmək, dərdləşmək istəyirlər. Onlar qeyri-müəyyən şəxsi cümlədir. Əkinçinin zəhmətinə qiymət verilməlidir. Bu oldu şəxsiz cümlə. Mübtəda yoxdur. Təsəvvür edə bilmirsən. Yanmaqdır nə? Yaşamaq. Mübtədası var. Müəyyən şəxsli cümlə. Ramizə xəbərdarlıq edildi. Demək,
Kimə? Ramizə. Mübtəda yoxdur. Təsəvvür edə bilmirsən cavab variantı. Üzümçülər xeyli əziyyət çəkmişlər. Kim? Üzümçülər. Mükafatlandırdılar. Kim? Onlar. Atası oğlana velosiped aldı. Kim? Atası. Razı qaldı. Kim? Valideynlərin çoxu. Mübtədalar var. Müəyyən şəxsi cümlədir. Mübtədanı onlar kimi düşünə bilirsənsə, bilirsən ki, bu qeyri-müəyyən şəxsi cümlədir, nə uşaqlar? Tahirzadə ondan razı qalmadı. Kim Tahirzadə? Ağıllı adamlar sel gəldiyi zaman evdən çıxmazlar. Kim? Adamlar. Hansı adamlar ağıllı? Çox səliqəlidir. Hara? Bura. Oldu. Mübtəda. Deyərsən ki, bəs mənim bəlkə zərflikdir. Haraya? Çox səliqəlidir. Demək olmur. Olmursa deməli mübtədadır. Haraya eləyə bilmirsənsə, yəni buranı buraya eləyə bilmirsənsə, deməli mübtədadır. Yazığı sabahdan axşamadək işlədirlər. Kim? Onlar. Şəhərdə atəşfəşanlıqdır. Bu da oldu şəxsi cümləmiz. O sözün düzünü deməyə çəkinir. Kim? O. Vilayət mərkəzindən gələnləri səhər tezdən yola saldılar. Vilayət mərkəzindən gələnləri kimi? Tamamlıq. Sifət tərkibi həmin yola saldılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsi cümlə. Foto müxbirlərin gəlişi Boranlının tarixində nadir hadisə idi. Nə? Foto müxbirlərin gəlişi. Mübtədası var. Sonra 53-cü ilin martı idi. 53-cü ilin martı idi. Xəbərdən ibarətdir və şəxsi cümlədir. Nayman ana yuvasından hürküdülmüş quş kimi düzdə vurnuxurdu. Kim? Nayman ana. Şəxsi cümləni müəyyən edin. Onu direktorun yanına aparın siz. Narahat idi. Kim? Hamı. Adama çox söz deyərlər. Kim? Ümumi şəxsi cümlədir bu. Kim deyə olmaz. Məna hər kəsə aiddir. Oyunun başlamasına az qalıb. Cavabımız D variantı şəxsi cümlə. Gözləyirəm kim? Mən. Demək uşaqlar, bu nə oldu? Siz aparın müəyyən şəxsli, ümumi şəxsli. Eləmi? Bu da müəyyən şəxsli. Çoxları cavab vermək olacaq. Kim? Çoxları müəyyən şəxslidir. Hamı bahar fəslini sevir. Kim? Hamı müəyyən şəxslidir. İndi bu məsələ müxtəlif cür yanaşılır. Şəxsi cümlədir. Bu qələbəyə qərbdən sevinir. Kim? Biz müəyyən şəxslidir. Xeyir işindən gitməzlər. Bu da məna hər kəsə aiddir. Ümumi şəxsliyə cümlədir. Şəxsiz cümləni müəyyən edin. Dəmir isti-isti döyərlər atalar sözüdür və ümumi şəxslidir. Çoban yastığı ağ rəngli gözəl bir çiçəkdir. Nə? Çoban yastığı müəyyən şəxslidir. Məktəbin dəhlizində sakitlikdir. Elə bu oldu şəxsiz cümləmiz. Mütaliə insan dünya görüşünü artırır. Nə? Mütaliə müəyyən şəxslidir. Dan yeri qızarmışdır. Nə? Dan yeri. Bu da müəyyən şəxsliyə cümlədir. Şəxsiz cümlə haqqında verilən fikirlərdən biri səhvdir deyir. Gəlin baxaq. Xəbəri yalnız üçün şəxsindəkində bu düzdür. Mübtədası olmur. Təsəvvür edilməsi mümkündür. Bu da düzdür. İsmi xəbərli olur. Yanlışdır. Feili xəbərli olur. Yəni feili xəbərli də olur, ismi xəbərli də olur. Burada məsələn bu nədir? İsmi xəbərlidir. Sonra yanaşılır. Məsələn burada feili xəbərlidir artıq. Cavabımız 15-də olacaq. C variantı. Xəbər söz birləşməsilə ifadə oluna bilir. Təbii ki olur. Sadə cümlənin şəxsi görünümlərindən biridir. Mən. Tələbəni yoxlamaq üçün tapşırıq verdi. Kim? O. Müəyyən şəxsi cümlədir. Uşaqlıqdan ona tanış olan yerləri təkrar gəzdikcə qəlbində qəribə duyğular oyanırdı. Oyanırdı nə? Duyğular. Müəyyən şəxs cümlədir. Səhərin ən gözəl görməli yerlərini gəzib dolaşdı. Kim? O. Şəhərin. Özür istəyirəm, səhərin yox. Müəyyən şəxs cümlədir. Evin bütün oymalı qapıları küknar ağacından hazırlanmışdı. Nə? Qapıları. Elə mi? Bu da müəyyən şəxslidir. İstanbulun tarixi abidələrini görəndə nə zaman? Arifin ağzı açıla qalmışdı. Xəbər. Mübtəda yoxdur. Elə mi? Zərflik və xəbərdən ibarətdir. Şəxsiz cümlədir. Demək, hansılar şəxsiz cümlə deyir? Həsəngilin məhəlləsində bərk vurdur. Demək, bu elə şəxsiz cümləmizdir. Elə mi? Südü aparıb qonşumuz Həsənə verdim. Kim? Mən. Müəyyən şəxsi cümlədir. Şaftalıq çovğunlu bir quş üçün şəxsiz cümlədir. Kəhər qulaqlarını şəkləmişdik. Nə? Kəhər. Acı bibəri qurd yeməz. Ümumi şəxslidir. Sonra onun belə işlərinə heç acığım tutmazdı. Bu da oldu ümumi şəxsiz cümlə. Cavab oldu A variantı.
Atamın belə tez gələcəyini bilmirdim. Kim mən? Bu müəyyən şəxsi cümlədir. Sanki gözünə bir ovuc olmaz deyə də. Bir ovuc duz tökdülər. Kim? Onlar. Değil mi? Bu da qeyri-müəyyən şəxsi cümlədir. May ayına xilal şəxsizdir. Səhərə az qalıb. Az qalıb xəbər demək. Səhərə şəxsizdir. Hər ay oğluna xərclik göndərirdi. Kim? O. Müəyyən şəxsizdir. Rəisin tapşırığını verdi. Bu da şəxsizdir. Əməl edildi, baxıldı, görüldü. Şəxsiz feillərlə ifadə olunca bilirsin ki, şəxsi cümlədir artıq. 1, 2, 5 D variantı. Sevincimdən qanad açıb uçmaq istədiyim günlərdən biri idi. Mübtəda yoxdur, düşünə bilmirsən. 1. Evdə oturduğumuz daha bəsdir. Bəsdir nə? Evdə oturduğumuz. Mübtəda var. Müəyyən şəxsi cümlə. Ceyran xanım sürgündən qaydanda. Nə zaman? Novruz bayramının ərəfəsi idi. Xəbər, zəflik və xəbərdən ibarətdir. Şəxsiz cümləmizdir. Mənim sənin bu inatkarlığına heç xoşum gəlmir. Mənim xoşum gəlmir. Hamısı birlikdə xəbər, şəxsiz cümlədir, eləmi? Demək, mənim yəlik, görsən, xoşum mənsubiyyət, xoşum gəlməkdə frazeoloji birləşmə. Ona görə cümlə yalnız xəbərdən ibarətdir. Verilən sözə əməl edərlər. Bu da ümumi şəxsli cümləmizdir. Burada nə olacaq cavab? 1, 3 və 4. Şəxsi cümlə. Toy evində qarşılıqlı idi. Qarşılıqlı idi. Harada? Toy evində. Eləmi? Biri bu. Mübtəda yoxdur, düşünə bilmirsən. Kitablara aparıb Həsən müəllimə verdim mən. Şaxtanın qılınc kimi kəsdiyi gecələrdən biridir. Şəxsi cümlə. Evdən çıxıb məktəbə gedəndə yağmadı. Nə? Yağış mübtəda var, müəyyən şəxslidir. Demək, buradan cavabımız 1-3 olur. Gəlin bu tərəfə baxaq. Ağır ayaq baş əyər. Nə? Ayaq mübtəda var. Oğlumun bəzi hərəkətlərini acını tuturdu. Bu da oldu şəxsi cümləmiz. 1, 3 şeydir də orada eləmi? Bu da 6. Şəxsi cümlələri müəyyən edin deyir. Səninlə fəxr edirəm. Azərbaycan. Mən fəxr edirəm. Bu olmaz. Sabah tələbə dostlarımızdan birinin ad günü idi. Tələbə dostlarımızdan birinin ad günü idi. Ad günüdür. Xəbər, eləmi? Bu şəxsi cümlədir. Burada yoxdur, düşünə bilmirsən. İstən cavan bir oğlanın ürəyi dayanmışdı. İstədən cavan bir oğlanın ürəyi dayanmışdı. Şəxsi cümlə. Vətən uğrunda şəhid olanlar kim? Vətən uğrunda şəhid olanlar mübtəda. İclasda bu məsələyə toxunulmadı. Bu da şəxsiz cümlə. Nə oldu? 2, 3, 5. Belə. Burada izahımızı yekunlaşdırırıq uşaqlar. Dediyim kimi bu tipli izahların tez-tez gəlməyini istəyirsə mütləq şəkildə abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik. Anlamadığınız bir hissə də varsa onu mütləq şəkildə rəy bölməsinə yazın.